Tekrar. Aha. Deməli, şagirdlər, bugün atom və nüvə fizikasına aid növbəti başlıqların izahını verəcəyik. Əvvəlki videoda da mövzunun yarısını izah eləmişdik, hətta yarısından çoxunu. Bu başlıqda nə öyrənəcəyik? Nüvə reaksiyaları, zəncirvari nüvə reaksiyaları, nüvə reaktoru, istəyik nüvə reaksiyaları, başlıqlar çoxdur. Radioaktiv şarlama, udulma dozası, elementar zərərciklər, onların müşahidə olunması və qeydə alınması. Deməli, uşaqlar, atom nüvələrinin ayrı-ayrı elementar zərrəciklərlə və ya bir-biri ilə qarşılıqlı təsir zamanı başqa nüvələrə çevrilməsinə nüvə reaksiyası deyilir. Baxın, atom nüvələrinin ayrı-ayrı elementar zərrəciklərlə və ya bir-biri ilə qarşılıqlı təsir zamanı başqa nüvələrə çevrilməsi nüvə reaksiyası adlanır. Nüvə reaksiyalarını simvolik olaraq aşağıdakı kimi göstərmək olar. Məsələn, hər hansı bir kimyəvi element X1 elementi X2 elementi ilə qarşılıqlı təsirdə olur. X3 və X4 elementləri alınır. Nüvə reaksiyaları zamanı elektrik yüklərinin, yəni yük ədədlərinin və nukleonlar sayının, kütlə ədədlərinin saxlama qanunu ödənilir. Diqqət etsəz, kimyəvi, daha sonra reaksiyadan əvvəl sol tərəfə fikir versəz, sol tərəfdəki yük ədədlərinin cəmi sağ tərəfdəki yük ədədlərinin cəminə bərabər olur. Kütlə ədədləri həmçinin əvvəlki kütlə ədədlərinin cəmi sonraki kütlə ədədlərinin cəminə bərabər olur. Reaksiyada iştirak edən nüvələrin və zərrəciklərin reaksiyadan əvvəl və reaksiyadan sonraki sükunət enerjilərinin fərqinə nüvə reaksiyalarının çıxış enerjisi deyilir. Deməli, əvvəlki və sonraki sükunət enerjilərinin fərqi. Əvvəlki sükunət enerjilərini necə tapmaq olar? M1 üstəgəl M2 vur S kvadratı çıxılsın. M3 üstəgəl M4 vurulsun S kvadratı. Bunların fərqi nə adlanır? Çıxış enerjisi. Əgər reaksiyadan əvvəlki kütlə reaksiyadan sonraki kütlədən çoxdursa, bu zaman nə olub? Enerji ayrılıb. Aydındır. Sonraki kütlə azalıbsa, niyə azalıb? Enerjiyə çevrilir. Aydındır. Əvvəlki kütlə sonraki kütlədən kiçik olduqda isə, deməli, enerji udulur. Ən mühüm nüvə reaksiyalarından biri uran nüvəsinin neytronlarla bölünməsi reaksiyasıdır. Neytron yüksüz zərərcik olduğundan nüvəyə maneəsiz daxil ola bilir və atom nüvəsinin bölünməsi nüvə reaksiyalarını yaradır. Bu reaksiya zamanı uşaqlar ağır elementin nüvəsi, məsələn, uran nüvəsi 2 qəlpəyə bölünür. Eyni zamanda 2-3 dənə neytron, qamma şüalar buraxılır və xeyli enerji ayrılır. Məsələn, uran 92-235 izotopunun neytronlarla bölünməsinə baxaq. Əvvəlcə uran 92-235 izotopu neytronla bombardıman olunur. Və bu zaman uran 92 236 izotopu yaranır. O da baryum və kripton kimi nüvələrə parçalanır. Həmçinin əlavə neytronlar yaranır. Bir neçə reaksiya baş verir, yazdığımız onlardan biridir uşaqlar. Bunu çox əzbərləməyə ehtiyac yoxdur. Sadəcə testlərdə görəndə nəyə diqqət etməlisiniz? Ağır nüvələr neytronlarla bombardıman olunur. Deməli, orta ağırlıqlı nüvələr və neytronlar əmələ gəlir. Həmçinin enerji ayrılır. Burası aydındır. Və burada da uşaqlar, yuxarıda qeyd etdiyimiz kimi, yük və kütlə ədədlərinin saxlanması qanunu ödənilir. Zəncirvari nüvə reaksiyası bölünən uran nüvələrinin sayının sel artımıdır. Zəncirvari olması nəyə göstərir? Bu, təkrarlana gedir. Hesablamalardan məlum olur ki, uşaqlar, bu reaksiyalar nəticəsində 200 MeV enerji ayrılır. Hər hansı nəsildə bölünmə yaradan neytronlar sayının ondan əvvəlki nəsildə bölünmə yaratmış neytronların sayına nisbətinə neytronların artma əmsalı deyilir və K hərfi ilə işarə olunur. Yəni, bu nə deməkdir uşaqlar? Reaksiyadan sonra alınan neytronların sayının reaksiyadan əvvəlki neytronların sayına nisbətinə nə dedik? Neytronların artma əmsalı. K ilə işarə olunur. K
böyükdür bərabər 1-dirsə, baxın, K. Yəni, say 1-dən böyük olubsa və ya 1-ə bərabərdirsə, onda zəncirvari nüvə reaksiyaları davam edir. Əgər K 1-dən böyükdürsə, neytronların sayı artır deməlidir və reaksiya idarə olunmur, partlayışla nəticələnir, amma davam edir. K 1 olarsa nisbət, tutaq ki, əvvəl bir neytron daxil olmuşdu, sonra məhsul kimi əlavə bir neytron əmələ gəldi, deməli nisbət 1 olacaq. Bu zaman isə neytronların sayı sabit qalır, reaksiya idarə olunur, amma yenə davam edir, stasionar gedir, stabil gedir. Əgər K kiçik olarsa, tutaq ki, əvvəl 3 dənə neytron daxil olmuşdu, amma sonra 1 dənə neytron əmələ gəldi. Getdikcə neytronların sayı azalar. Bu zaman isə deyirik, reaksiya sönür. Zəncirvari nüvə reaksiyasının getməsi üçün tələb olunan ən kiçik uran kütləsi böhran kütlə adlanır. Təmiz uran 235 üçün bu kütlə 50 kiloqramdır və bunu neytron yavaşıdıcılardan istifadə etməklə 250 qrama qədər azaldırlar. Deməli, uşaqlar, zəncirvari nüvə reaksiyasının getməsi üçün 2 şərt ödənməlidir. 1. Neytronların artma əmsalı K böyükdür bərabər 1 olmalıdır. 2. Uranın kütləsi böhran kütləsinə bərabər və ya ondan böyük olmalıdır. Məsələn, 250 qrama qədər azaltmaq olur, düzdür? Minimum 250 qram olmalıdır və ya 250 qramdan böyük olmalıdır ki, həmin kütlə deməli zəncirvari nüvə reaksiyası geçsin. Deməli, uşaqlar, idarə olunan zəncirvari nüvə reaksiyasını əldə etməyə imkan verən qurğu nüvə reaktoru adlanır. Bax, bir neçə il əvvəl qəbulda düşmüşdü buradan sual. Əvvəllər düşmürdü. Hardasa səhv xatırlamıramsa 2017 idi desən. Ondan sonra da düşüb, amma onu xatırlamıram. Nüvə reaktorunun əsas elementləri hansılardır? Nüvə yanacağı, neytronların yavaşıdıcısı, neytronları udan millər, istilik daşıyıcısı. Nüvə yanacağı nədir uşaqlar? Əsasən nüvə yanacağı uran 92 235 və plutonium 94 239 izotopudur. Neytronların yavaşıdıcısı adi və ya ağır su, qrafitdir. Bunları əzbər bilməlisiniz. Neytronları udan millər kadmium və yaxud bor çubuqlar adlanır. İstilik daşıyıcısı soyuq su və maye natrium. Deməli, reaktor işləyən zaman yüksək enerji yaranır, temperatur yaranır. Ona görə nə etmək lazımdır? Bu enerjini kənara ötürmək lazımdır. Bunun üçün istilik daşıyıcısı, istilik ötürücüsü lazımdır. Bu da soyuq su və maye natriumdur. Burada qurğunun, nüvə reaktorunun sxemi göstərilib. Baxın, nüvə yanacağı hardadır? Qoruyucu örtük, radiasiyadan tənzimləyici çubuqlar, yavaşıdıcı, istilik ötürücüsü, sonra soyuducu və bu hissələri təqribi də olsa gərək yadınızda saxlayasınız. Deməli, uşaqlar, zəncirvari nüvə reaksiyalarından başqa istilik nüvə reaksiyaları da var. İstilik nüvə reaksiyaları çox yüksək temperaturda gedən, yüngün nüvələrin birləşməsi ilə baş verən reaksiyalardır. Bunu da uşaqlar diqqət edersəniz, yüngül nüvələrin birləşməsi ilə gedən reaksiyalar dedik, istilik nüvə reaksiyalarıdır. Məsələn, günəşdə də bu istilik nüvə reaksiyaları gedir, baş verir və orada yüksək enerji ayrılır. Nüvələrin birləşməsi üçün onlar 10⁻14, 10⁻15 metr məsafəyə qədər yaxınlaşmalıdır. Məsələn, müsbət yükü göndərsək nüvənin üzərinə, nüvənin də yükü müsbətdir. Onlar arasında güclü klon itələmə qüvvəsi olur. Bu klon itələmə qüvvəsinə üstün gəlmək üçün, onu qabaqlamaq üçün və ya üstələmək üçün həmin yüklü zərrəciklərə böyük kinetik enerji verilməlidir. Ona görə bu reaksiyalar yüksək temperaturda baş verir uşaqlar. Deməli, sonra maddə ilə qarşılıqlı təsirdə olan radioaktiv şüalar molekulları iyonlaşdırır, nəticədə müxtəlif xəstəliklər yaranır. Deməli, insan orqanizminin qəbul etdiyi radioaktiv şüalanmanın dozasını bilmək vacibdir. Maddənin udduğu şüalanma enerjisinin onun kütləsinə olan nisbətinə şüalanmanın udulma dozası deyilir. Şüalanmanın udulma dozası D hərfi ilə işarə olunur. Vahidi necədir? Kim deyər?
Joule bölünsün Yol bölü kiloqram. kiloqram. Joule bölünsün kiloqram. Deməli, vahidi də nədir? Greydir. Rentgendən də istifadə olunur. 1 qrey 100 rentgendir. Uşaqlar, əvvəlki mövzulardan yadınızdadır. Hansı kəmiyyətlərin vahidi joule bölü kiloqram idi? Əvvəlki mövzularda demişdik bunları. Xüsusi buxarlanma istiliyi, xüsusi ərime istiliyi. Haça, xüsusi yanma, xüsusi ərimə, xüsusi buxarlanma. Onların Bəli. vahidi joule bölünsün kiloqram və ya metr kvadratı bölünsün saniyə kvadratı idi. İnsan bədəni üçün uşaqlar qısa müddətdə 3-10 qrey şüalanma dozası ölümcül hesab olunur. O, keçən dəfə bilmirəm, soruşmuşdum yoxsa yox. Çernobıl filmində də göstərdilər. O, əllərində dozimetr adlanan cihazla baxırlar. Harada şüalanma dozası çoxdur. O, təhlükəli ərazilərə, zonalara girməməyə çalışırlar. İnşallah universitetə girəndən sonra baxarsınız. Şüalanmanın udulma dozası D enerjidən düz asılıdır. Şüalanma enerjisindən, kütlə ilə isə tərs mütənasibdir. Uşaqlar, kök olmağın, kütləsi çox olmağın bir dənə faydası var. Eyni radioaktiv şüalanma olan əraziyə bir kök adam girsin, bir də arıq adam. Kütləsi çox olanın şüalanma dozası az olacaq. Eyni enerjini udsalar da, demək kütləsi çox olanın udulma dozası daha kiçik olacaq. Radioaktiv şüalanmanı qeyd etmək üçün dozimetrdən istifadə olunur. Sonra elementar zərrəciklər. Elementar zərrəciklər dedikdə materiyanı təşkil edən ilkin bölünməz zərrəciklər nəzərdə tutulur. 400-ə yaxın elementar zərrəcik var. Onların ümumi xarakteristikaları nədir? Kütlə, spin, yaşama müddəti, yükü, nüvə proseslərindəki aktivliyi. Sizə daha çox nə lazım olur? Bunları deyəcəm mən. Məsələn, kvarklar. Kvarklar kəsr yükünə malikdir. Deməli, U kvark var. U up deməkdir, yuxarı. Ən çox bunlarla düşür qəbulda. Yəni, düşürsə sual. Yuxarı U kvark, D down aşağıdır. Heyran edici var. Qəribə, həqiqi, qəşəng, beautiful sözündən, truth, strange, charming, nəsə. Bunlar var. Sonra maddənin əsas zərrəcikləri hansılardır? Elektron, proton, neytron. Onların da işarələrini yəqin ki, testlər işləyəndə gördünüz. Elektron -1, 0, proton 1, 1, neytron 0, 1 kimi işarə olunur. Proton və neytron da kvarklardan ibarətdir. Kvarklar kəsirli elektrik yükünə malikdir. Məsələn, U kvark müsbət 3/2 7, D kvark -3/1 7 bunun yükü. Məsələn, proton, belə sual düşə bilər uşaqlar. Proton 2 U kvarkdan və 1 D kvarkdan ibarətdir. Bunların yüklərini toplayanda baxın, proton 2 U, 1 D kvarkdan ibarətdir. 3/2, 3/2, çıx 3/1. Bunları toplayanda 3/4, çıx 3/1 nə qalır? 3/3 Y, yəni müsbət Y. Biz nə demişdik? Protonun yükü elə müsbət elementar yükə malikdir. Məsələn, neytrona baxın. Neytron 2 D kvarkdan down, bir dənə də up. Bu kvarkdan ibarətdir. U, D, D. U müsbət 3/2-dir, down -3/1 Y, -3/1 Y. Toplayanda nə alınır? 0. Neytronun yükü nəyə bərabər idi? 0. Sonra burada uşaqlar sərbəst halda davamlı olan elementar zərrəciklər fotondur. Bunları əzbər bilmək lazımdır. Foton, elektron, pozitron, proton, antiproton, neytrino. Kütləsi olmayan zərrəciklər. Kütləsi olmayan foton, gluon, graviton. Ən çox biz hansı ilə rastlaşırıq? Fotonla. Bu zərrəciklər, baxın uşaqlar, kütləsi olmayan zərrəciklər vakuumda işıq sürəti ilə hərəkət edirlər. İyonlaşdırıcı şüalanmanın qeydə alınma üsulları. 3 dənə cihaz var, hansı ki bunlar düşə bilər. Heyger sayğacı, Wilson kamerası, bir də Vida Mirzəyeva səsi bağladı, və çox səs gəlir. Deməli uşaqlar, Heyger sayğacı əsasən elektronları qeyd etmək üçün istifadə olunur və bunların iş prinsipləri də düşə bilər. İş prinsipi zərbə ilə iyonlaşma hadisəsinə əsaslanır. Heyger sayğacında yaranan birvalentli iyon cütlərinin sayı Q bərabərdir NY və ya Q bərabər CU düsturu ilə müəyyən olunur. C
tutumdur, elektrik tutumu U gərginlik düşküsüdür. Wilson kamerasında iş prinsipi ifrat doymuş buxarın iyonlar üzərində kondensasiya etməsinə əsaslanır. Wilson kamerasında su və ya spirtin doymuş buxarı ilə doldurulmuş hermetik qabdır. Yüklü zərrəcik kameraya daxil olarkən öz yolunda su damcıları əmələ gətirir. Deməli, doymuş buxardır. Zərrəciklər ora girəndə nə baş verir? Su damcıları yaranır, kondensasiya edir və bu damcılar gedəndə zərrəcik hərəkət edədikcə arxasında demək izlər qalır. Həmin izlərə əsasən zərrəciyin enerjisini və yükünü müəyyən etmək olur. Əgər cızılan zərrəciyin cızdığı xəttin uzunluğu çoxdursa, deməli onun enerjisi çoxdur. Baxın, xəttin uzunluğu çoxdursa, L1 Y2-dən böyüksə, deməli enerjisi Y1 Y2-dən böyükdür. Əgər cızdığı xəttin qalınlığı çoxdursa, D1 D2-dən böyükdürsə, deməli Q1 Q2-dən böyük olur. Qabarcıqlı kameranın iş prinsipi isə ifrat qızmış mayedə iyonlar üzərində buxar qabarcıqlarının əmələ gəlməsinə əsaslanır. Burada biraz əzbər hissəsi çoxdur uşaqlar, hansı ki cihazların iş prinsipi və s. Bunlara biraz diqqət edərsiniz. İndi bunlara aid nümunələrə baxarıq. Meyxana səsi gəlir sizə də. Bax uşaqlar, Wilson kamerasının iş prinsipi hansı hadisəyə əsaslanır? Hansıydı uşaqlar? İfrat doymuş buxarın kondensasiyası. Bu tip suallar soruşur. Məsələn, şüalanmanın udulma dozası hansı ifadə edir? Y bölü M. Y bölü M. Məsələn, 12-yə baxın. 12. Yüklü zərrəciyin Wilson kamerasındakı izləri L2 böyükdür L1, D1 böyükdür D2. Uşaqlar. D2 böyük Y1. Q1 bölü Q2. Baxın, uşaqlar, kimin enerjisi çoxdursa o uzağa qaçacaq da, elə deyil. Enerjisi çox olan uzağa qaçır. Deməli, L2 L1-dən böyükdürsə, deməli Y2 Y1-dən böyükdür. Cızdığı xətti hansında qalındırsa, deməli onun yükü çoxdur. Yəni Q1 böyükdür Q2-dən. Baxaq, elə bir variant varmı? Q1 böyükdür Q2-dən Y2. C variantı, düzdürmü uşaqlar? Baxın, Q1 Q2-dən böyükdür. Cızdığı xəttin qalınlığı çoxdur. Enerjisi Y2 daha çoxdur. Deməli, Y2 böyükdür Y1, Q1 böyükdür Q2. Düzdür, Nadir? Evet. Baxın, 9-a baxın, oradan buradan soruşacağım. Hansı zərrəcik elektrik yükünə malik deyil? Neutron. Neutron. Bəli, yükə malik deyil. Hansı zərrəcik, məsələn, işıq sürəti ilə yayıla bilər? Baxın, elə suallar var. Ben görək. Atom. Necə? Foton işıq sürəti ilə yayılır. Məsələn, alfa şüalanma işıq sürəti ilə yayıla bilər. Yox, kütləsi var. Bilməz, kütləsi var. Bəli, bəli. 16-da necə olacaq Elnur? D bərabərdir. Müəllim. Deməli, 16. D bərabərdir Y bölü M. Bəli, enerjidən necə asılı olacaq? Asılı olmayacaq. Ay maşallah. Niyə asılı? Demədik, enerjidən düz, kütlədən tərs asılıdır. Zarafat hər şey. Zarafat edirsən problem yoxdur, amma video qeydə alınır da, onu da xəbərin olsun. Hə, heç Bəli. Bəli. Işıq sürəti ilə yayılırsa, deməli onun kütləsi yoxdur. Bəli, bəli, bəli. Çox doğru buyurdunuz, Nigar xanım. Elə mikrofonunu açmışkən 29-cu suala bax. Nüvələrin kolon itələməsinə üstün gəlməsi üçün. Ay maşallah, sualı oxumadan cavabı tapmayın. İstilik nüvə reaksiyaları zamanı plazmanın yüksək temperaturu nəyə görə lazımdır? Nüvələrin kolon itələmə qüvvəsinə üstün gəlməsi üçün. Sonra baxaq. 26-ya baxa bilərik müəllim. Neçə? 26. Bəli. Deməli, bir cisim maqnit sahəsində yerləşdirilmiş. Wilson kamerasında yüklü zərrəciyin izi MN qövsü şəklindədir. Bu hansı zərrəcikdir? Uşaqlar, biraz taktikalar da bilmək lazımdır. Baxırsınız zərrəciklərə. Elektron hansı yüklüdür? Mənfi.
Neytron yüksüz. Proton müsbət. Pozitron müsbət. Alfa zərrəcik müsbət. Deməli, bu müsbətlər ola bilməz. Neytron yüksüzdür. O da düz getməlidir. Nə Bir olacaq? dənə variant. Elektron. Amma biz nə edəcəyik? Bu test tapmaq üçündür təbii ki. Bu M-in göğsünü bir çevrəyə tamamlayarıq. Sürət verilib, qüvvəni çəkərik. Qüvvə. Lorentz qüvvəsini. Sol əlimizi elə tuturuq ki, nöqtə ovucumuza daxil olsun, B ovuca daxil olsun. Baş barmaq qüvvə istiqamətində, yəni mərkəzə doğru. 4 barmaq burada görürük ki, Aşağıdır. sürətin əksinədir. Bəli. Deməli, bu hansı zərrəcikdir ki, 4 barmaq sürətin əksinə olub? Mənfi. Mənfi yükdür. Aydın oldu? Bəli, bəli. Allah, möhtəşəm. 19-cu sualı kim deyə bilər? Reaksiyada çatışmayan hissəcik hansıdır? Neytron. Baxaq görək. Demişdik ki, burada yük və kütlə ədədinin saxlanma qanunu ödənməlidir. Düzdürmü? Sağ tərəfdə yük ədəd 80-dir, sol tərəfdə də 80 olmalıdır. Deməli, onda bunun indeksi yük ədəd 0 olmalıdır. Yuxarısına baxıram, 198, sağda 199. Düzdürmü? Deməli, nə əskimiz var? Bir dənə. Bir. Bu da hansı zərrəcik idi? Yükü olmayan kütləsi, kütlələri bir atom kütlə vahidi olan neytrondur. Deməli, Y variantı olur. Sonra baxaq görək burada nə var maraqlı. Deməli, məsələn 46-ya baxın. Elementar zərrəcik deyil. Hansılar elementar zərrəciklər idi? Elektron, proton. Elektron, proton. Neytron. Deməli, burada elektron, proton olacaq da, deyilmi? Değil soruşmur bizden. 2, 3. Bir soruşur. Hə, deyil soruşur bizdən. Alfa Hansılar hissəciyinin olacaq? Alfa atomu. hissəcikdən atom. Görürsünüz? Düz oxumaq lazım. Deməli, D variantı olacaq burada. Sonra. Deməli, uşaqlar, bax, bayaq dedik Hegel sayğacı ilə bağlı 53-ə baxın. Hegel sayğacının elektrik tutumu 32 pikofaraddır. Boşalma vaxtı deməli 2-10-8 cüt bir valentli iyon əmələ gəlir, gərginliyin dəyişməsini hesab edir. Orada müəllim N-yə bərabərdir Q-dan istifadə Bəli, edilir. bu bərabərdir, N-dən istifadə edəcəksiniz. Doğrudur. İndi uşaqlar, baxın, 54, 55, 56 tipli suallar görün necə həll olunur. Deməli, bir dənə nüvə, izotopun bir nüvəsi bölünəndə ayrılan enerji Y sıfırdırsa, onda M kütləli izotopun nüvəsi parçalananda N vurulsun Y sıfır qədər enerji ayrılır. Buradan da bilirsiniz ki, N bərabərdir. M böl M vurulsun N-a. Burada uşaqlar, molyar kütlənin əvəzinə elə nisbi atom kütləsini qoyacaqsınız. Məsələn, baxaq görək. Bizdə görürsünüz, deməli, deyir ki, nə qədər uran bölünməlidir. Deməli, bizdən nəyi soruşur? Kiçik M-i soruşurlar. Onda bir uran nüvəsi bölünəndə 200-dür. Bir dəqiqə hansına baxırıq dedim. 54-də dedim, elə? Bəli. Deməli, bizə nə verilib? Y0 verilib. Y0 verilib. Y də verilib. Düzdürmü? Oradan N-i taparsınız. Bax, 54 yazıram bura. Deməli, N bərabərdir. Y bölünsün Y0. Y nə qədərdir? 24. 10 üstü 22 mev. Bölünsün 200 mev. Mevlər getdi. Burada nə qalacaq? 12, 10 üstü 20 edir də, hə? Bəli, Düzdür. mən. Deməli, buradan da biz kütləni tapsaq, kütlə nəyə bərabər olacaq? Deməli, M bölünsün. M-anın əvəzinə nə yazacağım?
235 qramdır da bu. Bəli. 235 10 üstü mənfi 3 vurulsun n-a 6 10 üstü 23 6 10 üstü 23 bərabər olmalı nəyə? N-ə. N də qiymətini tapmışıq. 12 10 üstü 20-dir. Düzdürmü? 12 10 üstü 20. Buradan m-i tapmaq lazımdır uşaqlar. 10 üstü 23 ilə 10 üstü 20-ni apararıq. Bu 6 ilə 12-ni aparsaq qalar 2. Onda m bərabər olar. 235 vurulsun 2 10 üstü mənfi 3. Bu da 470 10 üstü mənfi 3 edər. Düzdürmü? 470 10 üstü mənfi 3. Başqa yediğimiz əmsallar yoxdur burada, baxın. 10 üstü müsbət 3 olmalı değildi. Mənfi 3 axmaq. Yox, vururuq axı. Hər tərəfini bu ifadəyə vururuq da. Bildim. Bir də 10m idi burada. Eləmi? 10m idi. 23 bir dəqiqə. 23 ilə 20-ni aparmışam mən. 3 qalmalıdır axı bu tərəfdə də. 10 üstü onda mənfi 6 olmalıdır da. Elə deyilmi? Baxın. M vurulsun 10 üstü 23'dür. Sağ tərəfdə 10 üstü 20'dir. 3 qalıb da burada. Ona görə 10 üstü mənfi 6 kilogram olacaq. O da 470 milligram olur. Doğrudur. 10 üstü mənfi 6 kilogramın yerinə milligram yazsın da. Bəli. Aydın oldu uşaqlar. Bəli. Aha. Sonra 57'ye baxaq. X elementinin izotopunun alınmasına uyğun keçid hansıdır? Yəni protonu qalsın, dəyişməsin. O da 1 Nədir? olur. X elementin izotopunun alınmasına. Nə deməkdir bu? Yəni izotop o deməkdir ki, protonları eyni olsun. Proton zet dəyişməsin, o da 1. Elə mi olur? Bəli. Düzdür uşaqlar? Bilmirəm ki. Öyrənirik yavaş-yavaş. Demək nədir? Radioaktiv X elementin izotopunun alınmasına uyğun keçid. Protonların sayı eyni, neytronların sayı fərqli olur, değil mi? Bəli, məncə də birdir Nigarın dediyi kimi. Daha heç nə. Nigar deyirsə yəqin düz olar. Sonra uşaqlar bir dənə 60'a baxaq. 60. Bir cism ay sayəsini yerləşdirmiş Wilson kamerasına alfa hissəcik daxil olur. K trayektoriyası üzrə hərəkət edir. Alfa hissəcik həmin sürətlə sahəyə daxil olan proton hansı trayektoriya üzrə? Bir trayektoriyası üzrə. Bəli. Nə ediyor uşaqlar? R bərabərdir mv böl qb demişdik. Düzdürmü? Bura R alfa yazaq. M alfa, Q alfa. Alfa zərrəcinin kütləsi protondan 4 dəfə çoxdur. Yükü də 2 dəfə çoxdur. 4 ilə 2-ni aparsaq, qalacaq 2 M proton V, Q proton B. Bunu da yerinə yazarıq. R proton. Deməli, bizdən proton trayektoriyasını soruşur. R proton bərabərdir R alfa bölünsün 2. Deməli, onun radiusu alfa zərrəcinin radiusundan kiçik olmalıdır. Ona görə hansı olacaq burada? 1 olacaq. Aydındır yoldaşlar. Doğru da Buyur. K 3 tərəfə getsəydi məsələn. K 3 tərəfə getsəydi o neytron olardı. O alfa zərrəci olmazdı axı. Düz gedən yüksüzdür. 2 olsa. 2 olsa bu gərək alfa zərrəcikdən böyük olsun da onun radiusu. Biz onu bilmirik axı hansı zərrəcik olacaq. Fikrim çatdı? Məsələn, desəydin ki, elektron hansı olur, onda 5 deyərdik. Birin əksinə olmalıydı. Mənfi olduğuna görə. Aydındır uşaqlar. Deməli,